Saat, vaxt aralığı mövzusuna dair ev tapşırıqlarının izahı. Vaxt aralığını müəyyən edin. Uşaqlar, bizim ekranda fərqli nümunələr var. Gəlin birinci nümunəyə baxaq. Burada biz saatı günortadan əvvəlki vaxtla söyləməliyik. Yəni, səhər 6-ya 25 dəqiqə qalır. Rəqəmsal saatla ifadə eləsək, 05:35 olacaq. Digər saatda isə səhər 7-yə 5 dəqiqə işləmişdir. Bunu rəqəmsal saatla ifadə eləsək, 06:05 olur. İndi gəlin vaxt aralığını tapmaq üçün 06:05-dən çıxaq 05:35-i. Biz bilirik ki, birinci dəqiqədən dəqiqəni çıxmalıyıq. Amma 5-dən 35-i çıxa bilmədiyimizə görə saatdan, yəni 6-dan 1 saat götürürük, dəqiqəyə çevirib dəqiqə ilə toplayırıq. Və belə olacaq. Əgər bizdə saat 6-nı göstərirdisə, 1 saatı götürsək olacaq 05. 1 saatı götürüb 60 dəqiqəyə çevirib dəqiqə ilə topladıqsa, dəqiqə hissəsinə isə biz yazacağıq 60 üstəgəl 5, yəni 65. Artıq belə oldu. 05:65 çıx 05:35. Digər saatı olduğu kimi saxlayırıq. Bərabərdir. Uşaqlar, dəqiqədən dəqiqəni çıxanda, yəni 65-dən 35-i çıxanda dəqiqə hissəsi 30 olur. Saat hissəsi isə 5-dən 5-i çıxanda 0. Bu deməkdir ki, vaxt aralığı 30 dəqiqə. Digər nümunəyə baxaq. Burada biz günortadan sonranı hesablamalıyıq. Yəni, bizim birinci nümunədə saat 1-ə 25 dəqiqə qalır. Rəqəmsal saatla göstərsək, olacaq 12:35. Digər saatda isə axşamüstü 5-ə 15 dəqiqə qalır. Yəni 16:45. Vaxt aralığını müəyyən eləmək üçün yenə 16:45-dən çıxırıq 12:35-i. Bərabərdir. Dəqiqəmiz 45-dir, digər dəqiqə 35-dir. 45-dən 35-i çıxanda çətinliyimiz olmur. Deməli, 45-dən 35-i çıxırıq. Dəqiqə hissəsi olur 15 dəqiqə. Saat üçün isə 16-dan 12-ni çıxırıq 4 saat. 2 saat arasındakı vaxt aralığı 4 saat 10 dəqiqə. Uyğunlaşdırın. Günortadan əvvəl. Əgər biz günortadan əvvəlki vaxtı göstəririksə, o zaman bu saatı 8-ə 10 dəqiqə işləmiş saatı rəqəmsal saatla 07:10 kimi göstəririk. 3 saat sonra deyirsə, üstünə saat hissəsinə 3, dəqiqə hissəsinə 0 yazaraq toplayırıq. Uşaqlar, 10-la 0-ın cəmi 10, yəni dəqiqə hissəsində 10 oldu. Saatları toplasaq 7 ilə 3-ün cəmi isə 10 eləyəcəyiz. 10, 10, yəni 11-ə 10 dəqiqə işləmiş. Birləşdirdik. Digər saatda günortadan sonranı soruşur. Burada saat 3-ə 20 dəqiqə qalıb. Əgər günortadan sonradırsa, deməli 14:40. 2 saat əvvəl. Bunun üçün biz çıxmalıyıq 2 saat. Saat hissəsi 2-dir, amma dəqiqə hissə yoxdur deyə ora 0 yazırıq. 40-dan 0 çıxanda 40. 14-dən 2 çıxanda isə 12. Deməli, 2 saat əvvəl 12:40 olub. Növbəti nümunədə günortadan əvvəli soruşur. Günortadan əvvəldirsə, 12-yə 15 dəqiqə işləmişə biz deyirik 11:15.
1 saat 20 dəqiqə sonra üstəgəl bərabərdir. Dəqiqə ilə dəqiqənin cəmi 15 ilə 20-nin cəmi 35. Saatla saatın cəmi, yəni 11 ilə 1-in cəmi isə 12. 12:35 birləşdirdik və sonuncu nümunədə günortadan sonra 11-ə qalır 20 dəqiqə, günortadan sonradırsa biz onu yazırıq 22 40. 45 dəqiqə əvvəl. Bunun üçün 45 dəqiqəni çıxmalıyıq. Amma uşaqlar burada saat qeyd olunmayıb deyə saat yerinə 0 yazırıq, dəqiqə yerinə 45. Dəqiqədən dəqiqəni çıxmalıyıq. Amma biz 40-dan 45 çıxa bilmirik. Ona görə də 22-dən 1 saat götürüb 60 dəqiqəyə çevirib 40-a veririk. 22-nin yerində qalır 21. Dəqiqə hissəsi 40 idi. İndi üstünə 60 gələcək, olacaq 100. Çıx digər saatımızı bərabərdir. Dəqiqədən dəqiqəni çıxanda, 100-dən 45 çıxanda 55. Saatdan saatı çıxanda, yəni 21-dən 0 çıxanda isə 21. Oldu 21:55. Film saat 6-ya 10 dəqiqə işləmiş başlayıb, 1 saat 30 dəqiqə davam etdi. Film saat neçədə bitdi? Uşaqlar, 6-ya 10 dəqiqə işləmiş, həm günortadan əvvəl ola bilər, həm günortadan sonra. Amma söhbət filmdən gedirsə, bu günortadan sonraki vaxtı göstərəcək. Günortadan sonra 6-ya 10 dəqiqə işləmiş rəqəmsal saatla 17, 10 kimi göstərilir. Və film 1 saat 30 dəqiqə davam edib. Saat neçədə bitdiyini bilmək üçün 17 onun üstünə gəlməliyik. 1 saat 30 dəqiqəni. Gəlin dəqiqələri toplayaq. 10 ilə 30-un cəmi 40. Saatların cəmi isə 17 ilə 1-in cəmi 18. Film saat 18:40-da bitib. Yəni, axşam 7-yə 20 dəqiqə qalmış.